Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün sizə Molla Pənah Vaqif yaradıcılığı və onun yaradıcılığına aid olan imtahanda düşən mövzunun həm səsləndirəcəm, həm təhlil hissəsinə baxacağıq. Molla Pənah Vaqiflə bağlı ümumi məlumata başlayaq. Uşaqlar, yaradıcılığa lirik şeirlərlə başlayıb. Əsərlərini yalnız lirik növdə yazıb. Həm əruz, həm də heca vəznində yazıb. Yalnız nəzmlə yazıb, yəni nəsrlə yazmayıb. Dramatik növdə, nəsr janrı, nəsrlə yazmayıb da. Epik növdə yazmayıb. Poema müəllifi deyil. Heca vəznində yazıb, amma gərayla yazmayıb. Müxtəlif şeir vahidlərindən, yəni bənd və beytdən istifadə edib. Molla Pənah Vaqifin həyatı. Molla Pənah Vaqif Qazax mahalının Qıraq Salahlı kəndində anadan olub. Əsl adı Pənahdır. Dövrünün elmli, bilikli adamlarından olduğundan adının əvvəlinə molla titulu artırılmışdı. O mükəmməl mədrəsə təhsil almış, dini və dünyəvi elmləri, ərəb, fars dillərini dərindən öyrənmişdi. 18-ci yüzillik ictimai-siyasi cəhətdən mürəkkəb və ziddiyyətli olsa da, deməli 18-ci yüzillik necə dövr olub? İctimai-siyasi cəhətdən mürəkkəb, ziddiyyətli dövr olub, ancaq ədəbi mədəni mühitdə keçən əsrdən başlanan yenilənmə, xəlqiləşmə bu dövrdə davam və inkişaf etmişdi. Həm davam edib, həm də inkişaf edib. Yeni, rəngarəng xalq yaradıcılığı nümunələrinin yaranıb, dildə, ağızda dolaşdığı bir zamanda gənc Pənah daha çox bu ədəbiyyatın təsiri altında şeir yazmağa başlayır. Yəni, hansı ədəbiyyatdan söhbət getdi? Yeniliyin, xəlqiləşmənin daha da inkişaf etdiyi bir dövrdə söhbət gedir. Vaqif təxəllüsü ilə yaratdığı qəlb oxşayan şeirləri onu tezliklə məşhurlaşdırır. Deməli, şeirlərini hansı təxəllüslə yazırdı? Vaqif təxəllüsünə yazırdı. Şuşada məskunlaşmışdı. Vaqifin xoş sorağı Qarabağda hökmdar olan İbrahim xana da gedib çatır. Onu saraya dəvət edirlər və eşik ağası, yəni indiki mənada Xarici İşlər Naziri, işlərə baxan vəzir təyin edilir. Ağlı, fərasəti, yəni onu xanın yanında daha da etimadını artırır. Qarabağ xanlığının idarə olunmasında nüfuzlu siyasi xadim kimi iştirak edir. Şair ömrünün sonlarında ağır, faciəli günlər yaşayıb. Onun taleyi çətin olub və Vaqifi Ağa Məhəmməd Şah Qacarın əlindən alsa da, yəni Qacarın əlindən alır, amma Qarabağ xanlığını ələ keçirmiş Məhəmməd bəy Cavanşirin zülmünə məruz qoyur. Deməli, Qacarın əlindən alır, amma kimin zülmünə məruz qalır? Məhəmməd bəy Cavanşirin. Vaqif öldürülərkən evinin qarət olunduğu, əlyazmalarının itdiyi güman edilir. Dövrümüzə çatan əsərləri yaddaşlara hopan, hafizələrdə, şeir dəftərlərində hifz olunanlardır. Yaradıcılığı. Şair həm klassik üslubda, yəni klassik üslubda nədən? Qəzəl, müxəmməs, nədlərdən istifadə edib, nələrdə yazıb? Həm də xalq yaradıcılığı üslubunda, yəni qoşma şeirlər yazmışdı. Onun yaradıcılığında məhəbbətin tərənnümü mühüm yer tutur. Lakin şairin məhəbbət mövzusunda yazdığı əsərlərdə qədim və orta əsrlər poeziyasında əksini tapmış, ilahi, sufiyanə eşq yoxdur. Biz bilirdik ki, qədim və orta əsrlər poeziyasında daha çox ilahi eşq tərənnüm edilirdi. Sufiyanə, yəni real gözəlin eşqi yox, ilahi eşq tərənnüm edir. Ancaq Vaqif yaradıcılığında daha çox real, gerçək eşqin tərənnümü var. Sənətkarın lirik qəhrəmanları gerçək məhəbbət duyğularını yaşayan konkret insanlardır. Onların sevdikləri isə bəzən dəqiq adları göstərilən real gözəllər. Deməli, bəzən adı çəkilən real gözəllərdir sevdikləri. Qoşma janrında yazdığı şeirlər şairin yaradıcılığında sayca çoxluq təşkil edir. Deməli, təsadüfi deyil ki, Vaqif öz ədəbi məktəbini sadəlik, xərqilik, nikbinlik gələcəyə ümidi olan kimi əlamətlərlə ölməzlik qazanan qoşmalarını yaratmışdır. Deməli,
məktəb yaradıb, ədəbi məktəbi var. Bax, buradan bunu gördük. Qoşma janrında daha çox şeirlər yazıb. Əsərlər, yəni qoşma janrında şeirlər daha üstünlük təşkil edir. Onun məktəbinin əsasını sadəlik, xəlqilik, nikbinlik təşkil edəcək. Məzmunca oxşar olan gözəlləmələrinin, insan gözəlliyinin tərənnümünə həsr edilən əsərlərinin cəlbedici olmasının səbəbi şairin onları tükənməyən ilhamla yeni çalarda, yeni təravətdə qələm almasıdır. Vaqifin səmimi ülvi hissləri, qadına humanist münasibəti bu şeirlərin hər birində fərqli şəkildə təzahür edərək oxucunun zövqünü oxşur. Deməli, bu şeirlərində qadına humanist münasibəti var, səmimi ülvi hissləri var, yeni təravətdə, yeni çalarda qələmə alıb və buna görə də o çox sevilir. Ancaq hər biri fərqli şəkildə təzahür edir bu hisslərin. Yəni, eynilik yoxdur. Azərbaycan qadınını geyimi, davranışı, mənəvi aləmi ilə birlikdə təqdim edir. Onu kamalda yetkin, gözəllikdə qüsursuz görməyi arzuluyur. Deməli, arzusu nədir? Azərbaycan qadınını necə təqdim edirdi? Geyimi, davranışı, mənəvi aləmi ilə birlikdə təqdim edir. Və necə görmək istəyir? Qüsursuz, gözəlliyində qüsursuz görmək istəyir. Kamalda, ağılda yetkin görmək istəyir. Və bütün bunlar ədəbiyyatımızın real həyata, insanın gerçək duyğularına yaxınlaşması idi. Əsl yenilik idi. Əsl yenilik nə idi? Bax bunlar. Yəni, real gözəllərin tərənnümü, onların davranışının, geyiminin birlikdə təqdim olunması. Həyatının son günlərində qələmə alıb nəyi bax və görmədim kimi əsərlərini zəmanəsinin ictimai-siyasi eyblərinə kəskin etirazını bildirmiş, nifrətini gizlətməmişdi. Deməli, bax, görmədim nə zaman qələmə alıb? Həyatının son günlərində. Burada nəyi gizlətməyib? Deməli, siyasi eyblərə etirazını, nifrətini gizlətməyib. İctimai-siyasi eyblərə. Zəmanəsini, yəni pisləmişdi, tənqid etmişdi. Dostu Molla Vəli Vidadiyə ünvanlayıb, bax, rədifli qəzəlini. Bax, burada rədifdir, qəzəldir, Vidadiyə ünvanlanıb. Şair insanları zamanın gərdişindən, baş verən hadisələrdən, Qacarın timsalında zalım, qəddar hökmdarların taleyindən ibrət almağa səsləyir. Nəyə səsləyir o qəzəlində? Qacarın timsalında qəddarlıqdan, hökmdarların taleyindən ibrət almağa səsləyir. Üz çevir Ağa Məhəmməd xandan, ey kəmtər gəda, ta həyatın var ikən nə şaha, nə xunxarə bax. Görmədim müxəmməsdir. Təkcə Vaqifin yaradıcılığında deyil, ümumiyyətlə ədəbiyyatımızda ictimai lirikanın ən yaxşı nümunələrindən sayılır. Zəmanəsində mövcud olan bütün təbəqələrə mənsub insanları bir-bir nəzərdən keçirən şair onların eyblərini sadalayır. Deməli, görmədim müxəmməsdir. Ədəbiyyatımızda ictimai lirika nümunələrinin ən yaxşılarındandır. Müxtəlif təbəqələrə, bütün təbəqələrə aid insanları bir-bir nəzərdən keçirib və onların eyblərini görmədi müxəmməsində sadalayır. Bu vəziyyətdə düşmənlərin səbəbini açıqlayır. Xah sultan, xah dərviş-ü gəda, bil ittifaq, özlərin qılmış giriftar-ı qəm-ü dərd-i fəraq. Cife-i dünyayədir hər ehtiyacı iştiyaq, munca kim etdim tamaşa, sözlərə astım qulaq, kizb-ü böhtandan səvayı bir hekayət görmədim. Vaqifin poeziyası bədii sənətkarlıq baxımından orijinal və təkrar olunmazdır. Qoşmalarında oynaqlıq, aydınlıq, əruz vəzində yazdığı əsərlərində sadəliyin nisbətən güclü olması təsadüfi deyildir. Bu şairin ruhən xalqına, xalq ədəbiyyatına bağlı olmasından irəli gəlirdi. Yəni, əruz vəzində, sadə dildə yazması bu onu göstərirdi ki, şair ruhən xalqına bağlıdır, xalq ədəbiyyatına bağlıdır ki, asan, aydın, anlaşılıqlı tərzdə dildə yazıb. Sevgiliyə müraciətlə yazılan şeirlərdə xəlqilik elə güclüdür ki,
Onlar canlı söhbət təsiri bağışlayır. Hansı şeirlərində canlı söhbət təsiri bağışlayır? Sevgiliyə müraciətlə yazılan şeirlərində. Nə güclüdür burada? Xərqlilik güclüdür. Oxucunu cəlb edir. Ala gözlü, sərvi boylu dilbərim, həsrətin çəkdiyim canan, bəri bax. Gecə gündüz fikrim, zikrim, əzbərim, üzüldü taqətim, aman, bəri bax. Zəngin qafiyələri var, bol-bol istifadə edilən orijinal məcazlar, yeni rədiflər, xalqımızın min illərlə işlətdiyi ifadələr, məsələlər, Vaqif şeirin aparıcı atributlarıdır. Əruz vəznində olan şeirlərində işlənmiş alınma sözlər onun əsərlərinin dil aydınlığına ciddi xələl gətirmir. Desə ki, alınma sözlər Vaqifin əsərlərinə xələl gətirir, yəni onu çətinləşdirir, səhvdir. Ciddi xələl gətirmir. Onlar milli sözlərin əhatəsində anlaşıqlı. Çünki milli sözlər daha üstünlük təşkil etdiyinə görə onları da aydın başa düşmək olur. Pəri qoşmasına baxaq. Boyun sürahidir, bədənin büllur. Gərdənin çəkilmiş minadan pəri. Sən ha bir sonasan, cüda düşübsən. Bir bölük yaşıl var, sonadan pəri. İxtilatın şirin, sözün məzəli. Deməli, birinci bənddə uşaqlar, ikinci misrasında pəriyə müraciət var. Bir də dördüncü misrasında pəriyə müraciət var. İlk bənddə 2 və 4-cü misralarda pəriyə müraciət var. İxtilatın şirin, sözün məzəli, şəkər gülüşündən canlar təzəli. Ellər yaraşığı, ölkə gözəli, nə gözəl doğubsan, nə gözəl doğubsan, anadan pəri. İkinci bənddə sadəcə sonuncu misrada var. Üz yanında tökülübdür tel nazik, sinə meydan, zülf pərişan, bel nazik. Ağız nazik, dodaq nazik, dil nazik, ağ əllərin, əlvan, hənadan pəri. Ofçusu olmuşam sən tək maralın, çıxmaz xəyalımdan hərgiz xəyalın. Ənliyi, kirşanı neylər camalın, sən elə gözəlsən, binadan pəri. Günəş təki hər çıxanda səhərdən, alırsan Vaqifin əqlini sərdən. Deməli, Vaqif özünə müraciət etmədi, sadəcə adını çəkdi. Axırıncı bənddə, neçənci bənddə? 1, 2, 3, 4, 5-ci bənddə, ikinci misrada özünün adını çəkir. Duaçınam, salma məni nəzərdən, əskik olmayasan sənadan pəri. Deməli, sürahi sözünün mənası uzunboğaz şüşə qabdır. Sona burada gözəl mənasında işlənib. Büllur şəffafdır. Cüda, ayrı, uzaq salma məni. İxtilat söz söhbət deməkdir. Hərgiz, əsla, heç vaxt. Ənlik, üzə vurulan qırmızı boya, rumyana. Kirşan, üzə vurulan ağ və ya ətrən el arasında pudra. Camal üz deməkdir. Bina əvvəldən, əzəldən deməkdir. Sər baş deməkdir. Səna tərif, məth eləmək, kimsə tərifləmək. Mina büllur şüşə, zülf saç deməkdir. Deməli, şeirin məzmunu üzərində işləyəndə, indi bundan getməyəcəm. Kitabın özünün təhlilinə gedəcəm. Əsər lirik növdə, heca vəznində, qoşma janrında, bəndlər şəklində tərənnüm əsasına yazıb. Deməli, heca vəznindədir, qoşma janrındadır, lirik növdədir, bəndlər şəklindədir, tərənnüm əsasında, yəni gözəlliklər tərənnüm edilir. Qoşma janrında yazılan əsərin son bəndində müəllif təxəllüsü işlənib və son möhür bənd hesab edilir. 5 bənddən ibarətdir. Şeirdə klassik şeir əlamətləri özünü göstərmir. Şeirdə rədif işlədilib, həmçinin rədif əsərin bədii xitabıdır. Adlandırılması da rədif əsasındadır. Əsərin adı, müraciət olunan obyekt eynidir. Bütün bəndlərdə rədif işlənib. Bütün bəndlərdə müraciətdən istifadə edilib. Müəllifin adı çəkilir, ancaq özünə müraciət etməyib. Şeirdə canlı danışıq dilinin təsiri duyulur. Pərinin xarici gözəlliyi, ellər, ölkə yaraşığı olmasının əsas səbəbi deyil. O, həmçinin daxili gözəlliyi ilə də seçilir. Demək, bizə desək ki, əsas səbəbi ellər gözəli olmasının, ölkə yaraşığı olması əsas səbəbi gözəl olmasıdır, xarici gözəlliyidir. Xeyr, daxili gözəlliyi də var deyə ölkə yaraşığı, ellər gözəli əsas adlandırılır. Bu qoşmada gözəlin artı ola həmkəmalı fikri vurğulanmır. Şeirdə səsləndirilmir.
Pəri şeirdə qafiyə qəzəldən başı çıxan gözəl kimi təsvir olunmur. Bu fikirlər Vaqifin ümumi yaradıcılığına aiddir. Bu qoşmanın məzmununda bu fikirlərə yer verilmir. Görüm nə deyir? Burada demir axı elə bir şey. Yoxdur. Şeirdə şairin həmçinin hər yetənə gözəl demir fikri də vurğulanmır. Deməli, nələr yoxdur burada? Bizi yəni testlərdə çaşdıran variantlardan nələr qarşımıza çıxır? Artıq ola həm kəmalı fikri yoxdur, vurğulanmır. Şeirdə belə bir fikir səsləndirilmir. Pəri şeirdə qafiyədən, qəzəldən başı çıxan gözəl kimi təsvir edilmir. Ümumi yaradıcılığının xüsusiyyətidir bu. Bu, yəni qoşmada belə məzmunda fikirlər yoxdur. Bir də hər yetənə gözəl demir fikri də bu qoşmada, Pəri qoşmasında yoxdur. Janr baxımından dövr üçün aparıcı janrda yazılıb. Real gözəl, yəni qoşma janrından söhbət gedir. Real gözəlin tərənnümü verilib. Milli vəzində yazılıb. Canlı danışıq dili duyulur. Vaqif yaradıcılıq üçün xas olan mövzu, yəni gözəllərin tərənnümüdür. Qoşmanın məzmunca növü gözəlləmə nümunəsi, yəni bizə desək ki, formaca növü olan gözəlləmə nümunəsidir, səhvdir. Gözəlləmə məzmununa görə növüdür. Forması isə o başqa bir şeydir. Misrası, qafiyəsi bunlara aiddir. Sonuncu bənddə Pərinin onun ağlını sərdən başdan aldığı vurğulanır. Əsərdə bədii təsvir və ifadə vasitələrinin məharətlə istifadə edilmişdir. Pəri el-obanın təriflədiyi, şairin özünün də yaxşı tanıdığı ağıllı bir qızdır. Bu qız sarayda yaşayan qız obrazı deyil. Müəllif sözlə Pərinin bədii portretini çəkib. Pərinin anadan olandan bəri gözəl olduğu fikri vurğulanır binadan, yəni əvvəldən gözəlsən deyil. Pəri şeirdə günəşə bənzədilərək təşbih yaradılıb. Müəllif özünü Pəri üçün duaçı adlandırır. Pərinin tanınıb sevilməsinə səbəb özündəki müsbət keyfiyyətlərdir. Pəri ellər gözəli, ölkə yaraşığı kimi qiymətləndirilir. Deməli, ixtilatı şirin, sözü məzəli, zülfü pərişan, beli nazik kimi təsvir olunur. Ellər yaraşığı olan konkret gözəldən bəhs olunur. Qoşmada yalnız xarici portret canlandırılıb. Xarici portret. Pərinin təsvirində reallıq nəzərə çarpır. Xarici gözəlliyin inandırıcı təsvirləri öz əksini tapıb. Əsərdə ictimai motiv yoxdur. Əsərdəki gözəl obrazı müəllif təxəyyülünün məhsulu deyil, real obrazdır. Şeirdəki ifadəsini tapan əsas məsələ xarici gözəlliyin təsviridir. Qoşmada lirik qəhrəmanın sevgi duyğularına yer verilib. Digər əsərim Hayf ki yoxdur qoşması. Kür qırağının əcəb seyrangahı var, yaşılbaş sonası hayf ki yoxdur. Ucu tər cığalı siyah tellərin hərdən tamaşası hayf ki yoxdur. Qış günü qışlağı qıraq basanın, gözüdür aranın, cümlə cahanın. Belə gözəl yerin, gözəl məkanın, bir gözəl obası hayf ki yoxdur. Elə gözəl var bunların içində, ələ düşməz hər giz, çiynü maçində. Söyləgən, oynağan dürüst biçimdə, bəzəyi, libası hayf ki yoxdur. Ucu əşrəfili bulud kimi saç, dal gərdəndə hər hörüyü bir qulaç. Kəlağayı əlvan, qəsabə qıyğac, altından cunası hayf ki yoxdur. Zər haşiyə, al nimtənə üstündə, xallar üz yanında, çənə üstündə, buxağın altında, sinə üstündə, zülfünün burulması hayf ki yoxdur. Ayna tutub hərdəm camal görməsi, zülfə zənəxdana sığal verməsi, səhər ala gözün siyah sürməsi, əlinin hənası hayf ki yoxdur. Vaqif haqdan dilər, lütfü kərəmlər, belə yerdə qalan vallah vərəmlər. Yenə yada düşdü bizim sənəmlər, getməyin binası hayf ki yoxdur. Deməli, əsər lirik növdə, heca vəznində, qoşma janrında yazılıb. Qoşmanın ilk misrasında qoşma janrı üçün səciyyəvi olmayan cəhət var. İlk misrada qoşma üçün səciyyəvi olmayan cəhət var. Belə ki, ilk misra 11 deyil, 12 hecalıdır.
Hayf ki yoxdur ifadəsi əsərin rədifidir. Qoşmanın yazılması ilə bağlı rəvayət mövcuddur. Əsərdə müəllif yalnız doğma təbiəti, kənd gözəllərinin geyimini, bəzəyini təsvir etməklə kifayətlənməyib. Əsərdə şairin kədər, təəssüf hissləri, ictimai mətləblər öz əksini tapıb. Müəllif qeyd edir ki, burada elə gözəllər var ki, Çində də tapılmaz. Qoşmanın son bəndində müəllif öz təxəllüsünü işlədir. Pəri qoşmasındakı kimi özünə müraciət etmir. Yəni onda da müraciət etmir, bunda da müraciət etmir. Sadəcə son bəndində adını çəkib, yəni təxəllüsünü çəkib. Qoşma ictimai lirika nümunəsidir. Amma Pəridə ictimai lirikada heç bir şey yox idi. Təbiət lirikası nümunəsi deyil. Sadəcə burada Kür qırağın adının çəkilməsi, çoxlu danışılması o demək deyil. Təbiət lirikasıdır, xeyr. Qoşmada müəllif Kür qırağının təbii gözəlliklərini, onun ətrafında yaşayan insanların yoxsul həyatı arasında bir ziddiyyət olduğunu göstərmişdir. Yəni insanları kasıbdır, yoxsuldur, amma Kür qırağı özü zəngindir. Şeirin demək olar ki, bütün bəndlərində bədii təzaddan istifadə olunub. Bədii təzad bir-birinə zidd olan fikirlər. Şeirdə Azərbaycan təbiətinin gözəllikləri ustalıqla diqqətə çatdırılıb. Kür qırağındakı obalarda insanların həyat və yaşayış tərzinin çətin olması əsərin ideyası hesab edilə bilər. Əsərin ideyası nə ola bilər? Kür qırağındakı obalarda insanların həyat və yaşayış tərzinin çətin olması. Alınma sözlər işlənib, amma dili aydın, anlaşıqlıdır, çətinləşdirmir. Şeir yazıldığı dövrlə bağlı müəyyən təsəvvür oyadır. Şeirin təsir gücünü artırmaq üçün müəllif bədii təsvir, ifadə vasitələrindən istifadə edib. Uşaqlar, kanala abunə olmağı unutmuruq. Bəyənib paylaşmağı da unutmayaq ki, dəstək olun, ardı gəlsin. Hər kəsə uğurlar.